Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, vaxt olmurdu deyə video paylaşa bilmirdim. Bugün istədim bir video çəkəm sizinlə paylaşam. Daha doğrusu hazırlayıb paylaşam. Deməli, bir çox insanlar çox sual verir ki, toyuqlarımız yumurtadan dayanıbdır. Bu nədəndir? Hansı səbəbdəndir? Bu haqqda istədim bir video çəkəm, paylaşam. Deməli, əziz izləyicilər, hər dəfə dediyim kimi, əgər kanalımıza abunə deyilsinizsə, abunə olun və videolarımızı artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Çünki çoxunuz baxsız, ancaq like qoymusunuz. Belə, indi keçən əziz izləyicilər mövzumuza. Deməli, bugünkü gündə bir çox insanların toyuqları yumurtadan kəsilibdir. Yəni, bir illik toyuqlardır, bütün yay yumurtayıblar və belə deyək, yumurtadan kəsiliblər. Bundan səbəbi nədir? Deməli, əziz izləyicilər, bu payız aylarında bilirsiniz ki, toyuqlar yumurtadan kəsilir. Niyə? İlk öncə tük tökmə olur toyuqlarda. Yəni, tükünü töküb cavanlaşırlar. Onda isə toyuqlar, belə deyək, 2 ay, düz 2 ay yumurtadan kəsilirlər. İndi deyə bilərsiniz, bizimki 2 aydır indi olur da, misal üçün oktyabr, noyabr aylarında misal üçün tökürlər və 2 ay dekabrda zətdə yumurtamlar, hətta dekabrın axırı olur yumurtamlar və deyə bilərsiniz ki, misal üçün bizimkilər 2 ay yox, 3 aydır töküblər, niyə yumurtamırlar? Birincisi, soyuğa düşür, onların yerlərini isti etməlisiniz. Mənim kanalımda bu haqda var, indi biraz da burada danışacağam. İkincisi isə, əziz izləyicilər, əgər toyuqlarınızın tez yumurtamağını istəyirsə, yəni tez tükünü tökübdürsə, yığmağını istəyirsinizsə, misal üçün, belə deyək də, oktyabr ayında töküblərsə və bir ay toyuqları qabağa salmaq istəyirsinizsə, tez tükünü yığsın, belə deyək, yumurtasın, şey eləyirsiniz, onlara vitaminli sular verirsiniz. Yəni, çiktonik çox gözəldir, ondan alırsınız, sularına qatıb, belə deyək, verirsiniz. Bir həftə, 10 gün, yəni o çiktonikin 2 qramı 1 litr suyadır, toyuğun sayına baxır. Ondan alırsınız, üşmada, belə deyək, 100 qramlıq qabda verirlər. Onu da gətirirsiniz, o deməli 10 qramı 5 litr suya tökülür. Yəni 5 litr suya töküb 10 gün onu verirsiniz. O tez kömək olacaqdır toyuğun tükünü yığmağa. Və toyuq tükünü yığandan sonra ona da təbii ki, belə deyək, vitaminli yeməklər verirsiniz, tərəvəzlər, misal üçün, çoxları kənd yerlərində qalır, kök, çuğundur, belə sürkəşdən keçirdir, nə bilim, balqabaq zat varsa biraz onu belə qatıb, yeminə qatıb verirsiniz, yəni vitaminli yem. Bir də toyuğu yumurtadan yem var, əziz izləyicilər, granula yemi, ondan da alırsınız 50-yə 50, yəni 50% ondan, 50% buğda, məsələn, 10 kilo ondan alırsa 10 kilo da buğda alıb 20 kilo qatıb bir-birinə 10 kilo 10 kilo və toyuqlara verirsiniz. O toyuqların belə deyək şey eləyir, yumurtamağına çox kömək edir. Yəni toyuqlar tükünü tez yığır və yumurtayır. Ancaq indi bir şey də var ki, toyuqlara siz vitaminli yemlər, vitaminli sular verdiniz. Yəni vitaminli sular bəxmən bizə çiktonik dedim. Ultravit də yaxşıdır, supervit də, ancaq ən yaxşı çiktonikdir. Çiktonik alıb verirsiniz. İndi veribsiz bunları, toyuqlar tüklərini belə deyək, yığıb da, ancaq şey eləmirlər də, belə deyək, yumurtamırlar. Bu nədəndir, əziz izləyicilər? Bilirsiniz ki, havalar soyuyubdur. Toyuğun da yeri 15 dərəcədən aşağı oldu, yumurtadan kəsilirlər. Ona görə onların yerlərini, belə deyək də, 15 dərəcədən yuxarı eləmək lazımdır, istiliyini.
yerlərini istəyirsiniz əziz izləyicilər. Bir də ki, yəni belə deyək də toyuqlar gün işığından, yəni gün zatı batır, onlar özlərini günə verə bilmirlər, istilik, həmçinin gündən vitamini almadıqlarından, ot zat az olduğundan belə başlayırlar yumurtadan kəsilməyə. Yəni o ot buğdanı cücərdirsiniz, ondan verirsiniz. Həm o artımlıdır, həm də ki belə deyək də toyuğa vitamindir. Bir də əziz izləyicilər, yəni havalar tez qaralır deyə, yəni gün azaldığından toyuqların yerində işıq yandırmalısınız. Yəni misal üçün 6-da hava qaraldı, bir yalnız 2 saat, 3 saat, saat 8-ə, 9-a, 10-a kimi biraz toyuqlar eşələnir. Yəni yay vaxtı kimi olurlar. Ona görə biraz günü uzatmaq lazımdır. Ondan sonra əziz izləyicilər, yəni bax yerini istəyirsiniz, işıq olur, içində gününü uzadır və vitaminli yemlər. Bunu belə elədiniz, toyuqlar başlayacaqdır yumurta verməyə. Yəni bax bu soyuq aylarda bu qaydaları eləyirsiniz. Yəni toyuqlarınız yumurtadan kəsilibdirsə, tükünü tökübdürsə, yəni payız aylarında toyuqlar bayaq qeyd elədiyim kimi tükünü tökürlər. Çünki cavanlaşma gedir və tükünü tökəndə də toyuqlar yumurtadan kəsilir. Ona görə əziz izləyicilər, bu tükünün belə deyək yığmağı üçün Chick-Tonic, Supervit, Intravit və digər vitaminlər verməlisiniz. Ondan sonra yığandan sonra da yerlərini isti eləməlisiniz. 15 dərəcədən aşağı düşməməlidir toyuğun istiliyi, əgər yumurta almaq istəyirsinizsə. Ondan sonra içində işıq yanmalıdır. Yəni hava qaraldı 5-dən 6-dan sonra hardasa 2 saat, 3 saat içində işıq yanmalıdır ki, gün uzansın, toyuqlar belə deyə eşələnsin, eləsin, inkişaf eləsin. Yəni toyuq gün ərzində 8 saat yatmalıdır. 8 saatdan belə deyək də çox yatmalı deyil. Misal üçün səhər əgər hava 7-də qaralırsa, ağarırsa, siz toyuğun içində işığı yandırmalısınız 11-ə kimi. 11-də o yatıb və səhər saat 7-də durmalıdır ki, 8 saat olsun. Yəni nə çox, nə az. İçində işığı da yanlı qoymaq da düz deyil. Çünki toyuqlarda aqressiya yaradır, bir-birinin tükünü yeyirlər, ondan sonra bir-birini qırırlar. Ona görə belə deyim, 8 saat kifayət edir yatmağına və qalan günü də yerlərində işıq olmalıdır. Yerində işıq, istilik 15 dərəcədən aşağı düşməməlidir. Düzdür, indi biraz düşə bilər. Bilirəm ki, müəyyən insanlar deyəcək ki, biz toyuqda saxlayır, ancaq yumurtayır. Bəli, indi olur elə. Ancaq əgər siz istəyirsə, onlar davamlı yumurtasınlar, yəni kəsilməsinlər, yerini 15 dərəcədən aşağı soyuq etməyin. Və yemlərini isə vitaminli yemlər verin. Mən hər dəfə deyirəm, balıq alın, o ucuz balıqlar olur. Düzdür, bir abunəçim yazmışdı ki, ziyandır. Nəysə, o haqda danışmışam. O balıqdan alın, pişirin. O 1 manata olan balıq 50 qəpiyə də hətta belə sroku keçmiş balıq olur. Ondan alın. Pişirin, suyunu verin, içsinlər, o özünü də belə yemə qatın verin. Yəni onu da ki, həftədə, məsəl üçün ayda 1 həftə zat verin, yəni hər gün yox. 1 həftə verin, 3 həftə isə adi yemlər və digər o granula yemindən zatdan verin. Və özünüz görəcəksiniz ki, toyuq, belə deyim, necə yumurtayır. Yəni başlayacaqdır yumurtlamağa. Yəni toyuqların yumurtlamamağının səbəbi hamısı bundandır. Havaların soyuq keçməyi, tük tökmə və bu payızın gəlməyi də həm biraz fasilə verirlər, həm də toyuqlar bu soyuq aylarda biraz gün işığı görmürlər, ot zat yemirlər, vitamindən kəsilirlər deyə yumurtadan kəsilirlər. Həmçinin də tük tökmə olanda bayaq dediyim kimi cavanlaşma gedir deyə ona görə yaxşı yumurtlamırlar. Bax belə, bunları eləsəz toyuqlarınız yumurtlayacaqdır. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun.
Videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram və çalışacağam ki, hər gün heç olmasa bir dənə, hər gün də olmasa, yəni gün aşırı 2 gündən bir videolar hazırlayım, sizinlə paylaşım. Sadəcə vaxt olmur. Ona görə yəni paylaşa bilmirəm. Belə, bu qədər sağ olun, salamat qalın.